Düşünebilir. Bakıdan sonra bu rayonlara üz tutur. Baxaq görək hansı rayonlara üz tuturlar. 2026-cı ilin ilk Azərbaycanda meyxanalarda gecələnənlərin böyük hissəsini əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təşkil edir. Təbii ki, belədir də, mənzil olan niyə gedib oteldə qalmalıdır ki? Təbii ki, istinad edirəm modern.az-a. Bu barədə Dövlət Statistika Komitəsinə istinad verib, təbii ki, modern.az. Belə ki, onların keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% artaraq 493,6 min olub və bu ümumi gecələmələrin 58,9%-nə bərabərdir. Xarici turistlər arasında ən böyük rəy Rusiya, Türkiyə vətəndaşlarının payına düşür. Yəni onlar tez-tez Azərbaycana səfər edirlər, gəlirlər. Onları Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan və digər ölkələrdə izləyir, gəlirlər, onlar da gəlirlər. Əcnəbilərin gecələmələrinin 78% deyək, 9% Bakıda qeydə alıb. Qusar, Naftalan, Qəbələ, Quba turistlərin ən çox getdiyi, belə deyərdim, orada qalmağa həvəs göstərdikləri, onlar üçün maraqlı olan məkanlardır, rayonlardır, bölgələrdir. Yenə də qeyd edirəm, Bakıdan sonra Qusar, Naftalan, Qəbələ və Qubadır. Azərbaycan vətəndaşlarının da otellərdə keçirdiyi gecələmələrin sayı var. Hardasa olur, yəqin ki, gecələr olur da, təbii ki, 5000-ə yaxındır ki, bu da vətəndaşların müəyyən hissəsini göstəricisidir.